Salamlayıram sizləri əziz izləyicilər. Şərhçiniz mən Mir Ceyhun Mənsimovdur. Təşkilatçı Fərid Məmmədov Old Cup 35+da sizlərləyik. Qeyd edim ki, 4-1 mərhələsinin ikinci qarşılaşmasıdır. Qeyd edək ki, birinci oyun 4-4 hesabı ilə bitmişdi. Bu oyunda baxaq necə olacaq, hansı komanda 2-1 mərhələyə vəsiqə qazanacaq. İlk öncə sizə heyətləri açıqlayım. Bes komandasının kapitanı Bayramov Qoşqar, 10 nömrəli oyuncusu Cəfərov Ceyhun, 5 nömrəli oyuncusu Məmişov Siyavuş, 39 nömrəli oyuncusu Yusufov Namik, 9 nömrəli oyuncusu Hüseynov Orxan, 1 nömrəli Mürvətov Əlağa, 87 nömrəli oyuncu Kərimov Rəfail, 8 nömrəli oyuncu İsayev Omarxan, 13 nömrəli oyuncu Şərifov Sənan, 7 nömrəli oyuncu Çubanov Şahmurad və 4 nömrəli oyuncu Əliyev Fəriddir. İndi isə modern komandasının heyətlərini açıqlayacağım. Kapitan 10 nömrəli oyuncu Əliyev Sabit, 77 nömrəli oyuncu Eyyubov Rəşid, 7 nömrəli oyuncu İsmailov Arzu, 13 nömrəli oyuncu Talıblı Rəşadət, 9 nömrəli oyuncu Məmmədzadə Zakir, 3 nömrəli oyuncu Osmanov Rövşən, 1 nömrəli qapıcı Məmmədov Vaqif, 11 nömrəli oyuncu Məmmədov Arifdir. Qeyd edim ki, artıq 2-1 mərhələdə Respekt komandası ilə Qoca Sinyora komandası qarşılaşacaq. Bu oyunun hesabından sonra isə baxaq Cənub komandası ilə hansı komanda 2-1 mərhələdə oyun oynayacaq. Təhlükəli hücumlar görürük. Top modern komandasındadır. Arif Ceyhun az qalsın topu uğurlayırdı. Top modern komandasındır bir daha. Rəşadət. Geriyə qapıcı Arifdən, Vaqifdən pas. Arif gözə sıyrılır. Arif geriyə oynayır Rəşadət. Yerlə pas. Zakir topu uğurladı Namik. Namik atıb keçmək istəyir, amma qapıcı da öndədir və qapıdan zərbə olacaq. Rəşid. Uzun bir pas. Qapıcı Əlağa yerindədir. Namik. Namik irəliyir. Sabitlə mübarizəsi də var idi hətta. Namik 2 mübarizəndə qalib ayrılır. Bir daha irəliyir. Arifdən topu aldı. Pasını da verdi amma Rəşadət dəqiq oldu. Siyavuş kapitan pasını verdi Fərid. Rəşadət topu uzaqlaşdırır və out. Topu Ceyhun yerinə yetirəcək. Ceyhundan geriyə pas. Rafail və Siyavuş topu uzun pas vermək istəyirdi, amma top qapıcıya gəlir. Arif. Uzun bir pas. Oy oy oy. Az qalsın Lekaşet gol görə bilərdik. Gücdən zərbə yerinə yetiriləcək. Ara pası keçmir və Namik topu uzaqlaşdırır. Rəşadət. Siyavuş müdafiədə dəqiq oynayır. Rafail. Rafail cinahı dəyişdi. Fərid, amma Fəridin pası dəqiq olmadı. Rəşadət topa çata bilmədi və top meydanı tərk edib out. Ceyhun topu yerinə yetirəcək. Geriyə Siyavuşla oynadı. Mərkəzə pas. Fəridin pası isə dəqiq olmadı. Qapıcı topu meydanda saxlaya bilmir. Gücdən zərbə təsir yerinə yetirilir.
Topu uzaqlaşdırdılar müdafiədən. Rafael topu çıxmağa qoymadı, amma topu itirdi. Zakir. Rəşiddən geriyə pas. Vaqifdən uzun bir pas. Namiq qarşıladı. Fərid. Rəşadət. Gözəl mübarizə aparır. Pas keçmədi. Rəşiddən Arifə pas. Bombardier həmçinin qeyd edim ki, bu çempionatın bombardiridir Sabit Əliyev. Pasını verdi. Zakir. Geriyə oynayır. Vaqif. 6-cı dəqiqədir. Hələ də qol yoxdur qapıda. Baxaq, necə olacaq bu oyun? Qeyd edim ki, birinci oyunda hesab 4-4 bitmişdi. Bu oyunda da bərabərlik görə biləcəyikmi? Həqiqətən bərabərlik olsa birbaşa penaltilər seriyası görəcəyik. Baxaq, belə bir şey olacaqmı? Namiq zərbəsi, blok qoyulur Rəşiddən. Namiq hələ də top ondadır. Mübarizə gedir, topu uğurladı. Arif önü boşdu, zərbəsi dəqiq olmadı. Qapıdan zərbə olacaq. Əlağa topu yerinə yetirdi. Siyavuş. Əlağa tələşmir. Namiqlə oynadı. Mərkəzə pas. Rafaelin pası keçmir. Amma top yenə də Siyavuşdadır. Fərid önü boşdur. Zərbəsi amma Rəşadət. Həqiqətən də zərbənin qarşısını alır və top qapıçıya gəlir. Asanlıqla topu uğurladılar. Önü boşdur. Pasdır. Bəli, bəli. Top qapıdan keçdi. Bəli, Zakir 8-ci dəqiqədə BES komandası mərkəzə dəvət edir. Komandası sevindirir. Hesabda 5-4 öndədir ümumi hesabda, qeyd edim. Bu oyunda isə hesab 1-0'dır. Uzun bir pas, dəqiq olmadı Namiqdən. Zakir geriyə oynadı. Rəşid. Rəşid irəliyir geriyə, qapısı ilə Vaqiflə oynayır. Vaqifin pası dəqiq olmadı və 6 yerinə yetirdi BES komandası. Rafaeldən geriyə Namiqə pas. Namiq baxır. Yanında Sabit Əliyev var. Qapıcı əli ilə oynadı. Əlağa. Əlağa topu uzaqlaşdırır, amma dəqiq olmadı və ağda gedir top. Rəşadətdən Arifə pas. Arif bir daha Rəşadətlə oynayır. Geriyə Vaqifə pas. Qardaşı ilə oynadı Arif. Topu itirmədi. Bir daha qardaşına pasını verir. Cinah dəyişildi. Rəşid sıyrıldı, amma top ondan meydanı tərk edir. Rafael. Müdafiədə dəqiq oynayırlar. Top Bombardirə gəlir. Bombardir ucda zərbəsi Əlağa yerində idi. Rəşid uzun pas, amma Namiq görürdü bunu və qapıdan zərbə olacaq. Əlağa Namiqlə oynayır. Namiq önə səsləyir oyuncularını. Artıq dəyişikliklər görürük. BES komandasına Şahmurad da artıq oyundadır. Vaqif Rəşidlə oynadı. Rəşidin pası Sabit Əliyevə gəlir. Sabit. Arif. Arifə mane olar. Top Ceyhundadır. Top meydan çıxmayıb. Şahmurad topu uğurladı. Şahmuradın gözəl pası. Ceyhun. Ceyhundan topu uğurladı Arif. Sabit. Sıyrılır, amma cərimə zərbəsi. Yerdə qalmışdı Sabit Əliyev, qeyd edək. Rəşid pas istəyir Sabitdən. Sabit isə birbaşa zərbə mi vuracaq? Topu tez yerinə yetirmədi. Zərbəsi top
Ceyhundan meydanı tərk edir. Bəli. Yox, Rafael idi qeyd edim bu. Rəşiddən geriyə pas. Arif. Arif tələsmir. Bir daha geriyə. Vaqif. İki pressing görürük oyunculardan. Amma pas dəqiq olmadı. Out. Cinah dəyişildi. Siyavuşa gəlir top. Namiq. Namiqdə mərkəzə pas. Rəşadət oxudu bunu. Sabitin pası keçmir. Və müdafiədə boşluq. Zakir dubl edir. Sabitin gözəl pası və Sabit ikinci qolunu vurur. Zakir ikinci qolunu vurur. Bes komandası 2-0 geridədir. Ümumi hesab isə 6-4'dür. Rafael. Rəşid topu oğurladı. Top Şahmuraddadır. Bəli, cərimə zərbəsi Bes komandasının. Canlı sədd qurulur. Ara məsafəsi istəyir Fərid Məmmədovdan Namiq. 2 canlı sədd. Pasını verir. Sabit topu uzaqlaşdırdı. Out. Sənan topu yerinə yetirəcək. Top hərəkətdə idi, bəli. Out yerinə yetiriləcək. Zakir topu bıraxdı. Sabit topu yerinə yetirəcək. Arif, Sabit. Gözəl ara pası, amma Namiq topu oğurladı. Bəli, əl var idi. Canlı sədd qurulur. Ara məsafəsi istənildi. 2 oyuncu var. Şahmurad və Rafael. Qapçının önündə isə 2 oyuncu var. Mane olurlar qapçıya. Arifin zərbəsi keçmədi. Qapçı Vaqif. Pasını verdi Rəşid. Rəşiddən zərbə və top Namiqdə meydanı tərk etdi. Out. Rəşadət. Rəşadət baxır, pasını verdi. Top Sənandan meydanı tərk etdi, bəli. Pas dəqiq olmadı Rəşadətdən, out'a gedir top. Namiq önə pas, Şahmurad qapçı döndədir və qapçı pasını verdi Zakir. Rəşadət topu götürdü, amma Zakirin pası dəqiq olmadı və out. Artıq 14-cü dəqiqədir. Sənan. Rafael. Rəşadət pressing edir ona. Mane oldu, bəli, top Sabitə gəlir. Sabit pasını verdi. Gözəl paslaşmalar və gol! Arifin gözəl pası. Rəşadətin sevincini də gördük. Rəşadət həqiqətən müdafiədə, öndə, hər yerdə var bu oyuncu. Oyundan öncə də müsahibə vermişdi bizlərə. Komandasını da sevindirir. 3-cü qolun sahibi o olur. Hesab 3-0 olur. Ümumi hesab isə 7-4'dür. Vaqif. Arif'in pası dəqiq olmadı. Topu oğurladılar. Ceyhun. Neydəcək zərbəsi Zakirdən meydanı tərk edir. Out. Sənan geriyə oynadı Namiq. Namiq topla oynayır. Cinahı dəyişdi. Bəli, top çıxmayıb. Ceyhunun zərbəsi və gol. Qüvvətli zərbə idi. Vaqif topu qurtara bilmədi. Sənan da topu gətirir mərkəzə, tələsirlər. Onun da səbəbi hesabda geri olmaqlarıdır.
Hesab 3-1 olur. Arzu topu geriye verir. Rövşən. Dəyişikliklər görürük. Qeyd edim Modern komandasında. Sabit'in gözəl pası Arif. Qapçı ilə üzbəyizdir və gol. Arif bitirdi. Hesab 4-1 olur. Sabit Əliyev sanki bu gün gol vurmağa yox, asist eləməyə gəlib. Top Namiqdədir. Pasını verir Ceyhun. Ceyhun sıyrıldı. Pas geçmir amma. Rəşadət müdafiədə diqqətlidir. Beton. Gücdən zərbə yerinə yetiriləcək. Baxırlar. Yerlə pas. Təmas var idi. Bəli, Arifdən meydanı tərk edir top. Şahmurad topu yerinə yetirəcək. Namiq. Namiq irəliyir. Zərbəsi. Rəşadət topu uzaqlaşdırdı və 200-dən zərbə qazandı BES komandası. Namiq topun başındadır, yerinə yetirəcək 200-dən zərbəni. Namiqdən yerlə pas, Şahmuradın önünə gəlmişdi amma dəqiq oynaya bilmədi. Out. Ceyhun'a uzun bir pas. Gəlişinə zərbə vura bilmədi Namiq. Top meydanı tərk etdi. Altısa dəqiq yerinə yetirilmədi və top yenə də BES komandasına gəlir. Topu uğurladılar. Arif irəliləyir. Gözəl keçid gördük. Pasını da verdi və gol! Bəli! Sabit Əliyev bombardir. Gol vurur bu oyunda artıq. Arifdən gözəl keçid və pası. Sabit Əliyev isə bitirir. Hesab 5-1 olur. Hesab 5-1 olur. Siyavuşun pası dəqiq olmamışdı və BES Modern komandasına gəlmişdi. Altı yerinə yetiriləcək. Arzu topu yerinə yetirir. Arzu oyuncularını çağırır. Uzun bir pas. Əlağaya gəlir top. Namiq. Uzun bir pası keçmədi. Sabitdən gözəl pas. Rəşadət Sabitlə oynayır. Sabit gözəl keçid edir. Zərbəsi və gol! Nə edirsən Sabit? 6-1. Dubl edir artıq Sabit. Müdafiəçini çaş-baş qoydu. Bəli, gözəl hərəkət görürük. Artıq neçənci dəfədir ki, BES komandası mərkəzə dəvət olunur. Hesab 6-1'dir. Top Sabitə gəlir. Müdafiədə səhvlik. Arzu zərbəsi Əlağa uzaqlaşdırır. Siyavuşdan pas. Meydanı tərk etdi. Out. Arif. Uzun bir pas. Sabit qapısını çaşdırmaq istəyirdi amma Əlağa dəqiq oldu qapısında. Siyavuş. Fərid. Fəridin pası. Fəridin pası dəqiq olmadı amma Rəşadət yerdə qalır. Bəli. Cərimə zərbəsi. Artıq 19-cu dəqiqədir. 6 dəqiqə qalıb oyunun bitməyinə. Sabit. Sabit'in zərbəsi Fəriddən blok. Alt yerinə yetiriləcək. Neydir həqiqətən də Modern komandası. Ard-arda qollar gördük. Sanki BES komandası. Aşırma zərbəsi keçmədi. Pası və gol! Sabit'dən pas Arif. Yenə sevindirir. Hesab 7-1 olur. Tez-tez qollar gördüyümə görə sözüm də yarıda qaldı. Neydir Modern komandası? Həqiqətən bu qədər qol vurmaq rəqib komandanı sanki sındırır. BES komandası çox çətin durumdadır həqiqətən. Bu oyunu geri dönüş edə bilərlərmi? Çox maraqlıdır.
Fəriddən pas, top Rəşadətə gəlir. Arzu irəliləyir. Pasını verdi Sabit. Yanında Arif var. Arif zərbəsi dəqiq olmadı. Müdafiədə çox boşluqlar var həqiqətən BES komandasında. Fərid pas keçmədi. Sabit topu qəbul edir. İrəliləyir. Pası keçmədi və müdafiəçi Siyavuş topu uzaqlaşdırdı. Out yerinə yetiriləcək. Rövşən. Uzun bir pas. Arzu topu qəbul edəmədi və BES komandasındadır top. Ceyhun. Ceyhun itirməyib, keçə bilmədi. Arifdən pas. Sabit. Sabit. Keçmək istəyirdi. Namiq, amma Namiq müdafiədə dəqiq oynadı. 200-dən zərbə qazanır. Modern komandası yerinə yetirdi. Rəşadət və gol! Rəşadət də dubl edir bu komandada. Oxunu attı. Sevincini bölüşdü. Həqiqətən də bu komanda nə edir? Birinci oyun 4-4 olsun. Bu oyun isə 8-1. Böyük hesab görürük. Sabit Əliyev bombardirlikdə yerini sabitləyir adına uyğun. Gözəl pas. Siyavuş topu qəbul etdi. Və out Modern komandasının Arif pası keçmədi. Rəqib komandaya gedir top. Namiqdən pas. Fərid gözəl pas verir. Ceyhunun zərbəsi Vaqif. Bir gedişə saxlaya bilməsə də ikinci gedişdə topu qəbul etdi. Arif gözəl sıyrılmışdı. Namiq isə pasının qarşısını alır və out. Həqiqətən də Modern komandasına əhsən düşür. Çox gözəl hazırlaşıblar. Qeyd edim ki, yeganə komandadır ki, necə qoşulmuşdularsa elə də davam edirlər, transfer etməyiblər. Bunu da Rəşadət oyundan qabaq vurğuladı. Cərmə zərbəsi yerinə yetiriləcək. Sabit Əliyev baxır. Zərbəsi öz oyuncusundan meydanı tərk edir. Rəşadətə toxundu top. Out idi, yox. Qapıcı topu yerinə yetirə bilmədi. Namiq sürəti ilə nələr edir bu il. Namiq çox sürətli oyuncudur həqiqətən. Ara pası Ceyhun. Topu buraxır Fəridə, bir daha Ceyhun. Rafael nə edəcək? Pası Fəridə, Rəşadət. Beton nə edir? Etirazını da bildirir hətta Fərid Məmmədova. Fərid Məmmədov da bildirir ki, mübarizə var idi. Geriyə pas, Siyavuş, Namiq, Rafael, Namiq. Bir daha Rafael uzla zərbəsi qapıdan aralı keçir, amma toxunuş var idi, bəli. Üçüncüdən zərbə, Fərid topu yerinə yetirəcək. Pası az qalmışdı, Ceyhun toxunacaqdı. Out bir daha BES komandasının. Namiq. Namiqdən birbaşa zərbə görəcəyik, bəli, elə də oldu. Oyuncusunu çox yaxşı tanıyırıq. Rəşadət topu uzaqlaşdırmışdı. Rəşadətdə top bir daha pasını verdi. Arifdən geriyə pas. Vaqif uzun pas. Siyavuş oradaydı. Arzu pasını verdi. Sabit. Sabit. Nə oldu? Yox, davam. Əlağa pasını verir. Dəqiq ola bilmədi. Top Namiqə gəlir. Etirazlar var idi. Əl oyun bildirmişlər, amma yox. Əl yox idi. Rafaelin zərbəsi. Küncdən zərbə. Küncdən zərbə yerinə yetirdi Fərid. Fərid nə edəcək? Zərbəsi. Qapçı. Gözəl qurtarmışdı və müdafiə diqqətli oynayır yenə də.
Out yerinə yetiriləcək. Namiq. Yenə zərbə görəcək Namiqdən. Yox, pas idi, amma heç kim anlamadı və bununla da birinci hissə bitir. İkinci hissədə sizlərlə olacağıq. İkinci hissədə sizlərləyik əziz izləyicilər. Qeyd edim ki, hesab 8-1-dir. Modern komandasının böyük hesabla üstünlüyü var. Namiq topu, birbaşa zərbə, qapıcı Vaqif. Centilmenlik yoxdur deyir Vaqif. Tələsmir, oyunçunun gəlməyini gözləyir. Sabit topu qəbul etdi. Pasını verdi Arif, önü boşdu. Zərbəsi Əlağa bir əli ilə seyv edir. Qeyd edim ki, modern komandası 4 oyuncu dubl edib bu gün. Baxaq hansı oyuncu ilk hat-trick edəcək. Qeyd edim ki, bu oyuncular Sabit, Arif, Zakir və Rəşadətdir. 8 qol vurub modern komandası. Siyavuş. Rəşadətin gözəl mübarizəsi, top meydanını tərk etdi. Bəli, out yerinə yetiriləcək. Sabit. Ceyhun topu oyunda saxlayır. Çıxmayıb top. Sıyrılır. Pasını verdi Namiq. Rafael top Arif'dən meydanı tərk edir. Namiq topu yerdə çobud oyun, amma zərbə və qol. Avantaja verildi və Rafael komandasının ikinci qolunu vurur. Ceyhun yerdə qalmışdı, amma top onlarda olduğuna görə Fərid Məmmədov davam demişdi. Sabit pası verə bilmir. Rafael əlləyir. Pasını da verdi. Şahmurad sıyrılır, amma Rəşadət. Həqiqətən də Rəşadət bu gün nələr edir. Gözəl pas. Şahmurad Rəşadətdən blok. Siyavuş geriyə qapısı ilə oynayır. Qapısı dəyişikliyi görürük. Sənan qapıdadır artıq. Rafael. Şahmurad. Bəli, cərimə zərbəsi. Canlı sədd qurulur. Yox, heç nə yoxdur bildirir Fərid Məmmədov və avantaja buraxır. Top modern komandasına verilir. Vaqif baxır önə doğru. Uzun bir pas əllə. Top tora dəymişdi. Bəli, out yerinə yetiriləcək. Ceyhun topu yerinə yetirəcək. Namiq başlayır və Siyavuşla oynadı. Siyavuşdan geriyə pas Sənan. Mərkəzə pas Rafael. Siyavuş. Top Arzudan meydanı tərk edir. Şahmurad. Rəşid ona mane oldu. Topla mübarizə, bəli. Ayaq çox yuxarıya qalxmışdı. Cərimə zərbəsi. Arif topu tez yerinə yetirdi. Arzu pasını verir, amma çata bilmədi Sabit. Qeyd edim ki, Sabit'in 18 qolu var çempionatda. Hazırda da bombardirliyə namizəd oyunculardandır. Birinci yerdədir. Hələ ki, onu keçən oyuncu yoxdur. İkinci yerdə Tərlan var, onu izləyir. 12 qolu var. Out yerinə yetiriləcək Sabit'dən. Arzu. Bir daha Sabit'lə oynayır. Sabit'in pası Arif'dən pas bərk alındı və çata bilmədilər topa. Top tez başlanılır. Namiq baxır. Namiq az qalmışdı, sıyrılacaqdı, amma Rəşadət. Rəşadət həqiqətən modern komandasına çox kömək olur geridə. Namiq gözəl mübarizə görürük. Top hələ də Namiqdədir. Sənan. Sənanın pası Rafael.
Ceyhun, Rafael pas keçmədi, Arzu, Arif. Arif'in pası biraz bərk alınır. Qapıcı topu yerinə yetirəcək. Sənandan Siyavuşa pas. Ceyhun'un pası ve itirir topu. Arif'in pası Sabit. Sabit ne edecek ve gol! Sabit hat-trick edir. Hesab 4-2, 9-2 olur qeyd edim. 19 gol. Sen neler edirsən Sabit? Şahmurad topu yerinə yetirdi. Ceyhun. Uzun bir pas ama top qapıcı Vaqifə gəlir. Vaqif tələsmir. Rəşadət. Geriyə baxır. Cinahı dəyişdi. Rəşid. Rəşid irəliləyir. Mübarizə var. Top Bes komandasına meydanı tərk etdi. Geriyə oynayır Rəşid. Vaqif. Rəşid. Uzun bir pas öne doğru. Siyavuş. Alt kazanır Modern komandası. Rəşiddən pas Arif. Rəşid. Arif. Ara pası. Arzu topu çıxmağa qoymur. Qəbul etdi. Topla mübarizə və Siyavuşdan meydanı tərk edir. Arzu topu yerinə yetirəcək. Baxır önə doğru. Ara pası yox. Keçmədi. Namik. Namik irəliləyir. Sürətlidir. Mane oldular bəli. Topu tez yerinə yetirdi. Namik zərbəsində vurur. Yenə də müdafiədə dəqiq oynadılar. Şahmurad qapıcı yerdə qalır. Rəşadət. Rəşadət boş qapının qarşısını alır. Bes komandası 3-cü qola az qalmışdı amma beton Rəşadət deyirlər ona. Hər iki tərəfdə top itkiləri var. Şahmuraddan pas. Zərbəsi dəqiq olmadı. Orxan. Vaqif. Topu yerinə yetirəcək. Rəşidlə oynadı. Uzun bir pas Rəşiddən. Arif'in başla pası dəqiq olmadı. Qapıdan zərbə. Sənan Siyavuşla oynayır. Öne doğru pas vermək istirdi amma Arif uğurladı amma qapıcı Sənan oxuyaraq önə keçdi. Pasını verir Orxanın zərbəsinə. Vaqif ayağı ilə uzaqlaşdırır. Out yerinə yetirildi Fərid. Fəriddən pas. Topa çatır Şahmurad. Bir daha Fərid. Fəridin zərbəsi. Vaqif. Qeyd edim ki, Modern komandasında bugün azərkeşlər də boldu. Gəliblər komandaya dəstəyə. Azərkeşlər də 9 qola seviniblər komandayla birgə. Siyavuş geriyə oynayır. Sənan. Sənandan Namikə pas. Namik əllə toxunuş var idi Arzudan. Namik başladı. Orxan. Bir daha Namik. Gözəl pas. Orxan. Nə edəcək? Birbaşa zərbə vurdu amma dəqiq olmadı. Ramkaya düşə bilmir. Vaqif. Rəşidlə oynayır. Sabit. Rəşadət. Qaytar başlayaq. Oyna qapısına. Vaqif. Gözəl paslaşmalar görürük. Arif. Arif nə edəcək? Məncə bu pas idi. Qarşısını da Siyavuş alır. Gücdən zərbə. Sabit zərbəsi Sənan. Topu uzaqlaşdırdı və out. Arzu top istəyir. Pasını verdi. Və out kazanır bir daha Modern komandası. Qeyd edim ki, artıq 35-ci dəqiqədir. Hesab 9-2-dir. Arif. Önü boşdur. Zərbəsi Sənan.
Topu uzaqlaşdırmaq istədi, amma alta gedir top. Modern komandasındır top. Rəşadət geriyə oynayır. Vaqif. Vaqifdən Rəşidə pas. Bir daha Vaqif. Bəli, hesabda öndəsən. Belə oynamalısan. Tələsməli deyilsən. Out. Bes komandasının. Namik önə doğru baxır. Geriyə oynadı Fərid. Fərid iki oyuncudan sıyrılır. Pasını da verdi. Fərid! Oy oy oy. Qapı boş idi, amma nəyi qaçırdırsan ay Fərid. Arzu topu qəbul edə bilmədi və ondan meydanı tərk edir top. Namik. Yanında Fərid də var. Fəridə top gəlmir. Rəşid top oğurlayır. 3-2-dirlər. Rəşidin zərbəsi. Bağışlayın deyir komanda yoldaşlarına. Sənan Siyavuşla oynayır. Siyavuşdan gözəl ara pası. Qapı boşdur. Vaqif! Oy oy. Vaqif sən nə edirsən? Geriyə pas. Siyavuşa gəlir top. Qapıdan zərbə bir daha. Rəşid. Top meydanı tərk edir. Arif topu yerinə yetirəcək. Bəli. Topun başında Arif'dir. Rəşidlə oynayır. Rəşid sönür, baxır. Zərbə mi olacaq? Namik uğurladı topu. Bəli. Bes komandası topu yerinə yetirdi. Namikdən pas. Ceyhun pasını verdi. Şahmurad. Yenə Vaqif. Vaqif nə etsin? Daha həqiqətən də qapısında çox gözəl çıxış edir bu gün. Qeyd edim ki, mən heç vaxt modern komandasına Vaqifi zəif görməmişəm qapıda. Hər oyun eyni çıxış edir. Bu gün də möhtəşəmdir həqiqətən. Vaqif önə vermişdi pasını, amma Siyavuş oğurladı. Ceyhun geriyə Namiklə oynayır. Namik nə edəcək? Bir daha Ceyhun. Ara pası keçmir. Sabit. Sabitdən uğurladılar. Ceyhun. Cərimə zərbəsi bildirilir. Bəli. Meydanda çox olduğuna görə Fərid Məmmədov gördü və Şahmuradı sarı vərəqə ilə cəzalandırır. Top modern komandasındır. Geriyə oynayır Sabit, Rəşid, bir daha Sabit. Sabitdən meydanı tərk etdi. Bes komandası yerinə yetirdi. Namik. Ara pası, amma qapıda yenə də Vaqif. Əlaydı. Son toxunuş isə Ceyhundan meydanı tərk etmişdi. Sabitdən gözəl keçid. İrəliyir, bombardir. Nə edəcək? Siyavuş. Topu uzaqlaşdırır, amma top yenə də Sabitdədir. Sabit. Başla pası. Arzu. Oy oy oy. Sabit gözəl görmüşdü Arzunu. Sənandan pas. Namik. Sıyrıla bilmir Namik. Out yerinə yetiriləcək. Fəridlə oynayır. Fəridin önü boşdur. Zərbəsi və Rəşadət. Qoymur ki, top qapısına gəlsin. Topun qarşısına alır. Artıq 40-cı dəqiqədir. 10 dəqiqə qalıb oyunun bitməyinə. Siyavuş topu meydandan tərk etməyə qoymur və irəliləyir topla. Yanında Sənan da var. Sənan irəliləyir. Nə edəcək Sənan? Pasmı, zərbəmi? Zərbəsi Vaqif.
əlləri ilə uzaqlaşdırdı və out qazandı Bes komandası. Vaqif Rəşid də topu uzaqlaşdırdı və out. Qeyd edim ki, sanki artıq tək qapı gedir. Modern komandası müdafiəyə oturub. Bes komandası isə ard-arda hücumlarını görürük. Siyavuşdan pas, Fərid. Fərid gözəl sıyrıldı. Pasını da verdi Ceyhun. Ara pası. Nə edəcək? Rafael. Geriyə oynadı. Namik. Namik'in pası isə dəqiq alınmadı, amma Rəşadətdən meydanı tərk edir. Out yerinə yetiriləcək. Fərid baxır. Geriyə Namik'lə oynayır. Namik başla topu uzaqlaşdırır Arzu. Siyavuş topu yerinə yetirdi. Namik irəliləyir. Top çıxmayıb və qapıçı yerində idi. Sabitə verir topunu. Sabitin pası dəqiq olmadı və top Bes komandasındadır. Namik pas vermişdi, amma heç kim yoxdur içəridə. Vaqif uzun bir pas. Sabit 2-nin 1-ədilər. Nə edəcək Sabit? Çəkir zərbəsi və gol! Oy oy oy! Artıq 4-cü qolunu vurur bu oyunda Sabit. Hesab 12 olur. Fərid geriyə oynadı. Rafael uzun bir pas, amma heç kim toxuna bilmədi və qapıdan zərbə. Rövşən Vaqiflə oynayır. Şahmurad pasını verdi Ceyhun. Ceyhunun zərbəsi toxunuş var idi, bəli. Out qazanır Bes komandası. Geriyə pas Rafael. Fərid geriyə Sənanla oynayır. Sənanla uzun bir pas, topu qəbul etdi Ceyhun. Gözəl pas. Ay ay ay. Rafaeldən gözəl gol görə bilərdik. Sabit sıyrıldı, qapıçı da öndədir. Nə edəcək? Zərbəsinə blok gəldi qapıçıdan. Rəşadətin pası dəqiq ola bilmədi Zakir. 11-ci gol görə bilərdi. Rafael Sənanla oynayır. Fərid. Fəridin pası dəqiq olmadı və Sabit bağışlamır. 5-ci gol. Hesab 12-1 olur. 11-ci gol idi qeyd edim. Yanlışlıq oldu. Hesab 11-2-dir. Gözəl qol idi. Pas keçmədi. Rafaeldədir top ələdə. Rafaelin gözəl pası, amma Fərid Ceyhun üçün topu sanki qoymuşdu, amma top meydanı tərk etdi və qapıdan zərbə olacaq bir daha. Vaqif Rövşənlə oynadı. Bir daha Vaqif. Zakirin pası isə dəqiq olmadı. Şahmuradda idi top. Out yerinə yetiriləcək bir daha. Geriyə Rafaellə oynadılar. Orxan. Bir daha Rafael. Şahmurad. Rəşadət irəliləyir, amma keçə bilmədi Şahmuradı. Orxan. Rafaelin pası, Rafaelin zərbəsi qapıdan aralı keçir. Vaqif Sabitlə oynadı. Sabit gözəl keçid edir. Pasını verdi, amma Sənan oxudu. Sənan iki oyuncudan sıyrıldı. Əks hücum. Pasını da verdi Ceyhun. Da nə etsin Sənan sizin üçün? Sənan komanda yoldaşlarına etirazını bildirir.
Ceyhun geriyə oynadı. Namiq. Şahmurad. Şahmuradın qüvvətli zərbəsi Vaqif. Uzun bir pas. Gözəl pas vermişdi Zakirə, amma Zakir geridə idi. Şahmurad. Gözəl hərəkətlər, gözəl pas. Ceyhun. Rəfailin zərbəsi Vaqif. Yenə uzun bir pas Sabitə. Namiq bu mübarizəni qazanır. Top ondadır, irəliləyir. Pasını da verdi. Gözəl pas Orxandan Namiqə. Namiqin zərbəsi. Rövşən topu uzaqlaşdırır və gücdən zərbə. Arif və top Şahmuradın başına dəyərək meydanı tərk etdi. Sabitin pası Arif, çönür zərbəsi və Şahmuraddan meydanı tərk etdi. Gücdən zərbə. Sabitdən uzun pas Zakir. Oy oy oy. Gözəl gol görə bilərdik Zakirdən. Namiq müdafiədə dəqiq oynadı. Yox, topu qəbul etmək istəyirdi, amma dəqiq ola bilmir. Uzun bir pas. Qapıcı Sənan. Topu götürür, özü irəliləyir. Uzun bir pas. Dəqiq olmadı. Qapıdan zərbə. Vaqif. Zakir. Rəşid. Zakirin pası Arif. Pas keçmədi. Sabit pas gözləyirdi Arifdən, amma Siyavuş oradaydı. Namiqin pası. Şahmurad müdafiədə. Rövşən dəqiq oynayır. Arif, Siyavuş necə oxudu onu. Pasını da verdi. Namiq topu bırakır. Ceyhun. Ceyhunun yanında Orxan var idi, amma Ceyhun zərbə vermək istədi. Namiq. Silahı dəyişdi Siyavuş. Geriyə oynadı Rafail. Siyavuş. Pasını verdi mərkəzə Şahmurad. Namiq. Şahmurad. Pası keçmir. Rəşid dəqiq oynayır. Out. Orxan idi, pasını verdi Şahmurad. Namiq. Gözəl pas və gol. Bəli. Müdafiədə boşluq oldu. Komandasını sevindirir Orxan. Hesab 11-3 olur, qeyd edim. Sabit topu yerinə yetirdi. Arifdən geriyə pas. Rövşən. Rövşən baxır. Mərkəzə doğru pas. Sabitdən pas. Rəşid topa çatır. Zərbəsi Sənan. Alt yerinə yetiriləcək. Qeyd edim ki, 49-cu dəqiqədir. Oyunun bitməyinə çox az qalıb. Top meydanı tərk etmədi. Yox. Fərid Məmmədov bildirir ki, meydanı tərk edib top. Ez komandası qazanır topu. Ceyhundan Şahmurada pas. Şahmurad iki oyuncunun arasına girdi. Orxandan geriyə pas. Namiq önü boşdur. Zərbəsi. Qapıdan aralı keçmişdi və Şahmurad topu qəbul etmək istədi, amma o da dəqiq ola bilmir. Qapıdan zərbə olacaq. Vaqif Ariflə oynayır. Arifin pası keçmir Zakirə. Out qazanır amma. Uzun bir pas. Sabit. Boşluq var müdafiədə. Sabit və Siyavuş topu uzaqlaşdırdı. Az qalmışdı. 6-cı gol görə bilərdik biz Sabitdən. Sabit Şahmurad başı ilə uzaqlaşdırdı. Bir daha Sabitə gəlir Sənan. Yenə də qapısında diqqətlidir. Gücdən zərbə yerinə yetiriləcək. Geriyə oynadılar Vaqif. Çobud səhv və dirək Orxan.
Qapı boş idi, tələsməsəydi rahat gol görə bilərdik və hesab bitir. Bes komandası uğurlar arzulayırıq. Modern komandası da Cənub Futbol Klubu ilə qarşılaşacaq. Şərhsiz mən Mir Ceyhun Məsumov idi. Sağ olun, salamat qalın.